İsrailin Yüksək Aslan adlı son hərbi əməliyyatı təkcə adi bir zərbə deyil, həm də simvolik məna daşıyır. Bu ad İranın monarxiya dövründəki bayrağını, aslan və yüksələn günəş simvollarını xatırladır. Bəzi ekspertlər bu addımı İsrail və ABŞ-ın İranda hazırki rejimi devirmək və Pəhləviləri hakimiyyətə qaytarmaq planının bir hissəsi kimi qiymətləndirir. Bu iddiaları gücləndirən əsas faktlardan biri də İranın sabiq vəliəhdi Rıza Pəhləvinin son bəyanıdır. O İranda hakimiyyət dəyişikliyi üçün imkan yarandığını bildirərək xalqı üsyana səsləyib. Rıza Pəhləvinin Yerusəlimdəki ağlama divarının yanında çəkdirdiyi sadiqlik rəsmidir. İranın monarxiya tarixinə baxsaq, 1925-ci ilin oktyabrın 31-də Kazak briqadasının 14-cü komandiri Rıza Pəhləvi Qacarlar sülaləsini devirdi və Pəhləvilər sülaləsinin əsasını qoydu. Maraqlıdır ki, Rıza Şahın xidmət etdiyi İran-Kazak briqadası 1879-cu ildə Rusiya hərbi kəşfiyyatının təşəbbüsü ilə yaradılmışdır. Bu briqadanın yaradılması Qacar hökmdarı Nəsrəddin Şahın Rusiya tərəfindən uzun müddətli təsir altına salınmasının nəticəsi idi. Şahın Avropaya səfəri zamanı İrəvanda Rus Kazaklarının keçirdiyi paradda göstərdikləri intizam və məharət ona o qədər təsir etmişdi ki, qısa müddət sonra Rusiya ilə Kazak briqadasının yaradılması barədə müqavilə imzalamışdı. İran-Kazak briqadası Rusiya kəşfiyyatının gizli qolu hesab edilirdi. Briqadanın ilk 12 komandirindən 11-i Rusiya hərbi kəşfiyyatının peşəkar zabitləri idi. Onlar Qafqaz hərbi dairəsində, Asiya ölkələrində, hətta Hindistan sərhədlərinə qədər müxtəlif əməliyyatlarda iştirak etmiş, İran daxilində kəşfiyyat şəbəkəsi qurmuşdular. Bu zabitlər arasında aşağıdakı şəxslər xüsusilə seçilirdi. Aleksandr Kuzmin Karavayev, Cənubi Qafqaz, İran və Əfqanistan üzrə ekspert, 1918-ci ildən etibarən Qırmızı Orduda xidmət etmişdir. Vladimir Nikolayeviç von Maydel, Rıza Pəhləvinin komandiri olmuş, sonra isə Sovet hərbi qərargahında çalışmışdı. Bu faktların hamısı göstərir ki, Rıza Pəhləvi 24 il ərzində birbaşa Rus hərbi kəşfiyyatçılarına tabe olub. O təkcə sıravi zabit deyil, həm də uzun müddət kəşfiyyatla sıx əlaqədə olmuş şəxs idi. Kazak briqadası əsasən mühacirlər və onların övladlarından təşkil olunurdu. Bu isə bir daha göstərir ki, Rusiya həmin şəxslər vasitəsilə gələcəkdə İran siyasətinə müdaxilə etmək niyyətində olub. Bu mühacir övladlarından biri də elə Rıza Pəhləvidir. Pəhləvilərin qayıdışı realdırmı? İsrailin Yüksək Aslan əməliyyatı və Rıza Pəhləvinin aktivləşməsi göstərir ki, geopolitik səhnədə yeni planlar işə salınıb. Tarixə nəzər salsaq, Rıza Pəhləvi yalnız siyasi yox, həm də kəşfiyyat mənşəli bir irsə sahibdir. Bu da onu bəzilərinin gözündə Qərbin İranda istifadə edə biləcəyi ideal fiqur kimi təqdim edir. Amma bu planın nə dərəcədə uğurlu olacağını zaman göstərəcək.